Salam uşaqlar, bugünkü dərsimiz SSR-dir. Rusiya Federativ Respublikası və SSR-dir. 1917-ci il fevral inqilabı Birinci Dünya müharibəsində Rusiya inqilabi şəraitinin yetişməsinə böyük təsir göstərdi və 1917 fevralında baş verən inqilab nəticəsində monarxiya, yəni Romanovlar sülaləsi hakimiyyəti devrildi və ölkədə iki hakimiyyətlik yarandı. 1917-ci martında müvəqqəti hökumət yaradıldı. Əsas dayağı və sosial bazası burjuaziya və mülkədarlar təşkil edildi. Bununla yanaşı fəhlə və əsgər deputatlar sovetinin yaradıldı. Yəni fəhlə kəndli soveti, əsas dayağı isə fəhlilər və kəndlilər idi. Nəticədə Rusiyada iki hakimiyyətlik yarandı. Kornilov qiyamı və Rus Respublika elan edilməsinə baxaq. İki tərəflər arasında baş verən çəkişmələr 1917-ci ilin avqustunda müvəqqəti hökumətə qarşı Rus qoşunlarının baş komandanı general Kornilovun qiyamına səbəb oldu. Kornilov qiyamı məqsədi dövlət çevrilişini etmək və Rusiyada hərbi diktator qurmaq idi. Ancaq xalq kütlələrinin köməyi ilə qiyam yatırıldı və 1917 sentyabrın 1-də Rusiya Respublika elan olundu. 1917-ci ildə oktyabr çevrilişinə baxaq. Müvəqqəti hökumətin aydın hərəkət proqramı olmaması, müharibənin davam etməsi və sovetlərlə olan çəkişmələr xalq kütlələrinin narazılığına səbəb oldu və bundan istifadə edən bolşeviklər aşağıdakı vədləri verərək xalqı öz tərəfinə çəkə bildilər. Kəndlərə pulsuz torpaqların paylanması və Rusiyanın müharibədən çıxması. 1917 oktyabrında bolşeviklər dövlət çevrilişi nəticəsində bolşeviklər hakimiyyəti ələ aldı. Rusiyada Sovet hakimiyyəti orqanları, yəni Xalq Komitələr Soveti kimi qurumlar quruldu və Lenin Xalq Komitələr Sovetinin sədri vəzifəsinə sahib oldu. Bolşeviklərin lideri Vladimir İliç Lenin oktyabr çevrilişi nəticəsində bolşeviklər keçmiş imtiyazlar ləğv olundu və bütün vətəndaşlar hüquq bərabərliyi elan etdilər. Müəssisələr məclisini qovdular. Rusiyada Sovet hakimiyyətini qurub saxlamaq üçün Almaniya ilə 1918 martın 3-də Brest-Litovsk üsulunu bağlayaraq ölkəni Birinci Dünya müharibəsindən çıxartdılar. İndi Rusiyada baş verən vətəndaş müharibəsinə baxaq. 1918 və 20-ci illər müəssisələr məclisinin qovulması, Brest-Litovsk müqaviləsinin imzalaması və bolşeviklərin daxili siyasətdə müxtəlif siyasi qüvvələr tərəfindən razılığa qarşılanmış oldu. Nəticədə 1918-in mayında Rusiyada bolşeviklər və keçmiş rejimin tərəfdarı olan Ağ qvardiyaçılar arasında vətəndaş müharibəsi başladı. Müharibənin səbəblərindən biri də mülkiyyətin öz hakimiyyəti və mülkiyyətlərin imtina etməməsi idi. Xarici dövlətlərin Ağ qvardiyaçılara birbaş dəstəyi müharibə 2 il davam etdi. Yəni bu birbaş dəstək olduğu üçün. Bu zaman bolşeviklər əleyhdarları, yəni ağlara qarşı qırmızı terror siyasətini həyata keçirdilər. Lenin göstərişi ilə ailə üzvləri birlikdə güllələnən çar Çinli Nikolay bu terrorun ilk qurbanı olmuşdu. Vətəndaş müharibəsi siyasi, iqtisadi və sosial vəziyyəti kəskinləşdirdi. Müharibə səbəblərindən onsuz da ağır vəziyyətə düşmüş ölkə hakimiyyətinin möhkəmləmək çalışan bolşeviklər sərt tədbirlər həyata keçirdilər. Bu tədbirlərin biri də hərbi kommunizm siyasəti idi. Hərbi kommunizm siyasəti bolşeviklərin vətəndaş müharibəsində qələbə qazanmasında mühüm rol oynadı və 1918 bolşeviklər danışıqlara qəbul etdilər. Kommunizm siyasətində əsas həyata keçirilən tədbirlər var o dövrdə. Bütün istehsal sahələri dövlətin əlində mərkəzləşdi. İstehsal və bölgü üzərində dövlət nəzarəti qoyuldu. Kənd təsərrüfatı məhsullarının sərt vergi tətbiqi başlanıldı kənd təsərrüfatında. Kəndlərdə ərzaq sapalağı alınmağa başlandı. Yəni ərzaq sapalağı bunun haqqında da Azərbaycan tarixindən geniş məlumat verəcək. Hərbi kommunizm siyasəti nə idi? Sovet Rusiyasında vətəndaş müharibəsi dövründə bolşeviklərin həyata keçirdiyi daxili siyasət idi. Ərzaq sapalağı isə kəndlilərin artıq məhsulunun aşağı qiymətdə dövlətə satmağa məcbur edilməsi idi. 1918 il Rusiya konstitusiyasının məzmununa baxsaq, Rusiya Sovet Federativ Sosialist Respublikası elan edildi. Hakimiyyət qeyri şəxslərdən fərqli olaraq fəhlə və kəndli hökumətinə, yəni proletar diktaturasına məxsus oldu. Proletar diktaturası nə idi? Kommunist ideologiyasına görə fəhlə sinfi maraqlarını təmsil edən siyasi hakimiyyət forması idi. Özlərini zəhmətkeş xalqın müdafiəçiləri kimi təqdim edən kommunistlər cəmiyyətə ideyalarını zor gücü ilə qəbul etdirir və siyasi rəqiblərinə qarşı repressiyadan istifadə edirlər və buna görə də heç bir tərəddüd etmirdilər. Yeni iqtisadi siyasətə keçirilməsinə baxaq. Vətəndaş müharibəsindən sonra bolşeviklər siyasi narazılığın qarşısını almaq üçün iqtisadi geriliyi aradan qaldırmaq məqsədi ilə yeni iqtisadi siyasətə, yəni isə keçdilər. Yeni iqtisadi siyasət dövründə həyata keçirilən tədbirlər nələr idi? Ərzaq sapalağı və ərzaq vergisi elə bil ərzaq sapalağı ərzaq vergisi ilə əvəz edildi. Ərzaq vergisi ərzaq sapalağından fərqi o idi ki, kəndli istehsal etdiyi məhsulun artığına sahib olur və onu həmin məhsulu, yəni bazarda satmağa icazə verilirdi. Bu da kəndlinin maddi marağını artırırdı. Ticarət sərbəstləşdirildi, yəni sakinlərə ticarət azadlığı verdi. Müştərək müəssisələrin yaradılması şərait yaradıldı. Bununla da bazar iqtisadiyyatı inkişaf etməyə başladı və YIS tətbiq olunması nəticəsində iqtisadiyyat inkişafı oldu Rusiya ərazisində. SSR-in yaradılmasına baxaq, 1921-ə kimi bolşeviklər keçmiş Rusiya imperiyasının əksər hissələrini hakimiyyətə ələ keçirdilər. Bolşeviklərin qırmızı ordusu Cənubi Afrika Respublikasını işğal etdikdən sonra Sovet Sosialist Respublikasını çevirməklə yanaşı 1922-də federativ dövlətdə, yəni RSFSR, yəni Zaqafqaziya Sovet Federativ Sosialist Respublikasında birləşdirildi. Bundan sonra da həmin respublikaların müstəqil məhdudlaşmağa başlandı. 1922-ci dekabrın 30-da keçirilən birinci qurultayında Sovetlərin aşağıdakı dövlətlərdən ibarət SSR, yəni Sovet Sosialist Respublikalar İttifaqı yaradıldı. Bunlar Rusiya idi, Ukrayna, Belarusya və Zaqafqaziya idi. 1924-cü ildə SSR-in ilk konstitusiyası qəbul olundu. Bundan sonra xalqlar arasında tarixən yaranan iqtisadi, sosial, mədəni sahədə qeyri-bərabərliyi aradan qaldırmaq milli siyasəti əsasını təşkil etdi. Respublikaçıların idarəçilik aparatının formal olsa da milli kadrları yerləşdirməyə başlanıldı. İndi SSR-də sosialist siyasətinə yenidən qurmalara baxaq. SSR-in ilk rəhbəri Lenin vəfatından sonra 1924-də SSR rəhbəri Stalin rəqiblərinə qarşı amansız mübarizələrə başladı.
və ölkədə bütün hakimiyyət bolşeviklərin, yəni Bolşevik partiyasının, kommunistlərin əlinə keçdi. Onun təxmini 30 ilə qədər qəddar idarəçiliyi dövründə Stalin terroru kimi xarakterizə olunur. 1920-ci ilin ortalarında Stalin istər imtina edərək sosialist yenidən qurma tədbirləri həyata keçirməyə başladı və 1920-ci illərin ikinci yarısında 1930-cu illərdə həyata keçirilən sosialist tədbirlərə daxil idi sənayeləşdirmə, kollektivləşdirmə və mədəni sahədə sosializm quruculuğu. Sənayeləşdirmə siyasətinə baxaq və məlumat verək onun haqqında. Sosialist siyasətin yenidən qurma sahəsində ilk addım idi və 1925-də elan edildi, 1930-cu ilin ortalarına kimi, yəni daha dəqiq desək sonlarına kimi davam etdi. Məqsəd qısa müddətdə SSRİ sənayesinin sürətli inkişafını təmin etmək, milyonlarla insanların ağır əməyinin hesabına sənayeleşdirməyə əsasən nail olundu. Əvvəlki sənaye sahələrinin bərpa edilməsi, 5 illik planların tətbiqi, yeni fabrik və zavodların istifadəyə verilməsi nəticəsində SSRİ aqrar ölkədən güclü sənaye ölkəsinə çevrildi. Qalifiləşdirmə siyasəti nə idi? Sosialist yenidən qurmanın ən faciəli tədbirlərindən biri idi. Qalifiləşdirmə siyasəti 1920-ci ilin əvvəllərindən qismən başlansa da, onun zorakılığı və elin şəhərə keçirilməsi 1929-cu ildə başlandı və məqsəd qolçamaqların, yəni kənd büdcəsini məhv etmək, fərdi kənd təsərrüfatını ləğv edərək inzibati nəzarət altında yerləşən kollektiv təsərrüfata, yəni kolxoz və sovxozların yaradılması əsaslanırdı. Qalifiləşdirmə siyasətinə əsasən fərdi və kənd təsərrüfatı ləğv olunaraq yerinə ümumi kollektiv təsərrüfat, kolxoz və sovxozlar yaradıldı və qolçamaqlar məhv edildi. Qalifiləşdirmə siyasətinə qarşı çıxan minlərlə insan həbs çöləsinə göndərildi və ya sürgün edildi. Qalifiləşdirmə nəticəsində kənd cəmiyyətinin ən hüquqsuz təbəqəsi, kəndlər yəni həmin cəmiyyətin ən hüquqsuz təbəqələri oldular. Bunun da əsası nə idi? 1932-ci ildə SSRİ-də Sovet vətəndaşlarının pasportlaşdırma zamanı kolxozlara pasport verilmədi. Əslində bu addım onların təhkimli halına salmaq, təhkim olduqları kolxoza tərk etməsinin qarşısını almaq idi və pasportu olmayan kənddə yaşadığı yeri tərk edə bilməzdi. Kolxoz nə idi? Kollektiv təsərrüfat demək idi, sovxoz isə Sovet təsərrüfatı demək idi. İndi kütləvi repressiyalara baxaq. 20-ci yüzilliyin 30-cu illərində SSRİ-də totalitar rejimin əsas əlamətlərindən biri də inzibati əmrlik sistemi idi. Bu məsələlər qanunla deyil, əmr və sərəncam vasitəsilə həll olunurdu. Siyasətə pərəstlik, partiya və dünya tarixində Stalinin xüsusi rol oynamasının ideyasını fəal təbliğ edən bir hal almışdı. SSRİ-də totalitar quruluşun əsaslarına möhkəmlənməsinə yönəlmiş nəhəng repressiv cəza aparatı yaradılmışdı. Sosial quruculuğun həyata keçirilməsi, sosial cəmiyyətin formalaşmasında kütləvi siyasi repressiyalar müşahidə olunurdu. Hətta vaxtilə Stalinlə birlikdə çalışmış şəxslər belə repressiyanın qurbanı olurdular. İnqilabı artıq öz bəlalarını yeməyə başladı. Öz balalarını yeməyə başlamışdı. İnqilab artıq, yəni belə deyək ki, inqilab qazanan şəxslər artıq Stalinin idi, bir aradan götürüldü. Ümumiyyətlə 20 milyon nəfər Sovet vətəndaşı müxtəlif bəhanələrlə əks inqilabçı, xalq düşməni, casus və ya başqa bir ifadələrlə yalan yerə damğalanır və həbs edilir, güllələnir və ya sürgünə göndərilirdi. 20-ci yüzilliyin 30-cu illərinin ikinci yarısında ordu və donanma rəhbərləri xeyli hissəsi məhv edilmişdi. Cəmiyyətdə vahid düşüncə yaratmaq, Kommunist partiyasının ideoloji siyasətinə həyata keçirmək məqsədi ilə bu hərəkətlər olunurdu. İndi sosial siyasətin yenidən qurma nəticələrinə baxsaq, sosial iqtisadi nəticələri cəmiyyətin sosial tərkibi dəyişdi. Fəhlə, kolxozçu kəndlilər, qulluqçular və ziyalardan ibarət sosial təbəqə formalaşdı. Siyasi nəticəsinə də baxsaq isə ölkədə totalitar rejim bərqərar olundu, bütün hakimiyyət Kommunist partiyası rəhbərlərinin əlinə keçdi. SSRİ-də bütün hakimiyyət Kommunist partiyasının rəhbərlərinə keçməsi 1936-cı ildə qəbul olunan qalib gəlmiş sosializm konstitusiyasının təsbit olundu. Bu konstitusiya vətəndaşlara bir sıra hüquq və azadlıqlar versə də əslində partiyanın mənfəəti baxımından hazırlanmışdı. 1920 və 30-cu illərdəki SSRİ-nin hadisəsinə nəzər salsaq, 1920-ci əvvəllərində Sovet Rusiyası dünyada baş verən əsas siyasi hadisələrdən kənarda qaldı. İlkin olaraq qonşu dövlətlər diplomatik əlaqələr qurmağa çalışdılar və 1920-ci ildə İran, Əfqanistan və Türkiyə ilə müqavilələr imzalandı. Böyük Britaniya ticarət müqaviləsi bağlandı. 1922-də iqtisadi məsələ həll etməsi məsələsi ilə Ceneva konfransına dəvət olundu. Burada Antanta dövlətləri razılığa gəlmək mümkün olmadığı üçün konfrans nəticəsiz oldu. Əvəzində konfransın gedişində Sovet Rusiyası Almaniya ilə Rapullo iqtisadi sazişi imzalayaraq iqtisadi blokadadan çıxdı. Bu müharibədən sonra təcrid edilmiş hər iki dövlət üçün mühüm hadisə olmuşdu. Sovet Rusiyası ilə kapitalist ölkələr arasında diplomatik münasibətlərin olmasını, onların qarşılıqlı əməkdaşlıqlarına mane olurdu və 1920-ci ortalarında bir çox dövlətlər SSRİ diplomatik əlaqələr yaradaraq onu hüquqi cəhətdən tanıdı. İndi böyük böhran dövlətlərin arasında ziddiyyətləri kəskinləşdiyi haqqında məlumat var. Bu dövrdə SSRİ aktiv xarici siyasəti ABŞ-la münasibətdə yaranmasına səbəb oldu. 1930-cu ildə ABŞ SSRİ bir dövlət kimi tanıdı və 1934-də SSRİ Millətlər Cəmiyyətinə üzv qəbul olundu. 1930-cu ildə faşist ideologiyasına mənsub dövlətlər, yəni Almaniya, İtaliya və Yaponiya təvəzzüzkar siyasətində SSRİ-nin Avropada kollektiv təhlükəsizlik sistemi yaradılması təşəbbüslə çıxış etməyə vadar etdi. Lakin Avropa dövlətlərinin bu təşəbbüsü ciddi yanaşmaması SSRİ ilə Almaniya yaxınlaşmasına səbəb oldu. Və bunun da nəticəsi olaraq 1939-cu il avqustunda SSRİ ilə Almaniya bir-birlərinə hücum etməmək haqqında Molotov-Ribbentrop paktı imzalandı. Pakt hər iki dövlətin xarici İşlər naziri adı ilə belə adlanmışdı. Molotov-Ribbentrop paktı ilə əlavə edilən gizli protokolda əsasən Şərqi Avropa, Almaniya və SSRİ nüfusu dairəsinə bölündü. Polşa bölüşdürüldü. Əslində SSRİ Polşa bölüşdürməsinə razılıq verməkdə İkinci Dünya müharibəsinin başlamasına şərait yaratmışdı. Şərq SSRİ qərb sərhədlərini genişlənməklə yanaşı uzaq şərqdə təcavüzkar planlarını da artırmışdı. Bunlar nə idi? Yaponlar məğlub edərək onları Monqolistandan çıxartdılar və bununla da şərq sərhədləri təhlükəsizliyini təmin edən SSRİ əsas diqqətini
qərbə yönəltmiş oldu. SSR haqqında nəzəri bilişlər bu qədərdir. Sağ tərəfdə SSR-nin yaradılması, yəni Rusiyanın ərazisi və ona birləşən respublikaların ərazisidir. Bunlar nə idi? Baltikyanı ölkələr idi. Estoniya, Latviya, Litva, Belarusiya, Ukrayna, Moldova, Gürcüstan, Ermənistan, Azərbaycan, Türkmənistan, Özbəkistan, Tacikistan, Qırğızistan bunları misal göstərə bilərik və SSR ta ki 1991-ci ilə qədər bu əraziləri öz ətrafında birləşdirdi və özü vahid bölünməz bir dövlət halına gəldi və süper qüvvə olaraq müəyyən bir zaman ərzində, yəni ta ki 1991-ci ilə kimi dünyanın süper qüvvəsi olaraq qaldı və daha sonra 1991-ci ildə dekabr ayında müqavilə ilə SSR-nin varlığına son qoyuldu. Ondan sonra da Azərbaycan da müstəqil oldu və SSR-yə birləşdirilən 15 respublikanın 15-i də öz müstəqilliyini elan etdilər. Dərsimiz bu qədərdir. Ümid varam sizin üçün faydalı olar. Sizə uğurlar arzulayıram.